Başlayırsan en son. Bəli, başlamış. Belə bir sual düşdü. Kosinüs 38 yerə kosinüs 18 dərəcəni cəm hasilə çevirin. Kosinüs alfa. Üstə kosinüs beta'nın düsturu nə idi? 2 kosinüs alfa plus beta bölə 2 kosinüs alfa minus beta bölə 2. Həmin düstur əslində yazırsan 2 kosinüs 38'in üstünə yerləşsən 18 bölərsən 2'ye kosinüs 38 çıx 18 bölə 2. Bu da bərabərdir. 2 kosinüs 38 18 yəni nə eləyir? 56 2'ye bölərsən 28 kosinüs 10 dərəcə. Bu da doğru cavabımız eləyir C variantı. Yəni C variantında cavab belədir. Yəni ayrı heç nə istəmirsiniz. Yəni ən primitiv trigonometriyanın ən asan versiyasıdır. Belə bir tutaq verir bizə ikinci sualda. Tutaq budur. Adı B'dir, C'dir, M'dir, N'dir. Bu nömrə ikinci rəy. Bizə deyək ki, ABC tutanı M'in bu düzxət buna paraleldir AC'yə. AC'ni verir 20. B'ni verir 8. Bura 8. NC'ni verir 17. NC buna verir 17. Bizdən soruşur ki, M'ni tapın. Bakın biz hərəkət oxşarlıqda demişdik ki, oturacağa paralel olan düz xəttin oturacaqdan ayırdığı üçbucaq nədir? Eyb yox, narahat olmayın. Oturacağa paralel olan düz xəttin oturacaqdan ayırdığı üçbucaq nədir? Üçbucaq olur. Konkurent. Verilən üçbucağa oxşar olur. Yine həmin qaydaya əsasən yazarsan ki, burada üçbucaq M, B, N oxşardır üçbucaq A, B, C. Bakın, məndən M-ni soruşur, M-ni x deyirəm. O zaman yazarsan ki, x-in 20'ye nisbəti bərabərdir 8'in 25'e nisbəti. Çarpaz vursan 25x bərabərdir 8'i 20'ye vuranda 160, x də bərabərdir 160'ı bölərsən 25'e. 160'ın içərisində 25'dən neçə dəfə? Deməli, alt dəfə 25 neçə eləyir? 150, orada qalır onun 6,4 eləyir. 6,4 doğru cevabımız değil, la variant. Daha sonra 63 nömrəli sualda verir ki, prizma nəzmi 120. Üçüncüsündə verir. Prizma nəzmi 120, B bərabər 120, hündürlüyü isə 8'dir. H da bərabərdir 8. Prizmanın oturacağının sayısını tapın. Prizma nəzmi nətər tapırdıq? V bərabərdir, S oturacaq vur H deyildi. Yine verir ki, V 120'dir. 120 bərabərdir, S oturacaq vuraq H-ımız 8'dir. Buradan da S oturacaq bərabərdir. 120'ni bölərsən 8 elə neçə? 15 və salam. Prizmanın oturacağın sayısı neçədir? 15'dir. Doğru cavab eləyir E variantı. Aydın oldu. Belə bir sual verir. 2 üstü kök 2'nin üstü kök 2. Bu nömrə 4 idi. Deyir bunu sadələşdirin. Biz geçmişdik ki A üstü N'in üstü M nəyə bərabərdir? A üstü N vur M deyil. İndi həmin düstur əslində eləyəcək 2 üstü kök 2'ni kök 2'ye vur. 2 üstü 2'ye nə eləyir? 4 eləyir. Doğru cavabımız elədir 4. Aydın oldu. Bundan asan nə istəyirsiniz ki? Su istedik biz. 2 plus 2 istedik. Bu da su. Nömrə 5'dən. Verir ki 17 kiçik bərabərdir N, kiçikdir 23. Şərtini ödəyən N natural ədədlərin sayını tapın. Baxın, bu nə deməkdir? O demək ki 17'nin özünü alır, 23'ün özünü almır. Biz yadınızdaysa natural ədədi keçəndə orada demiştim ki bir tərəfi A qapalı mötərizə, bir tərəfi aydın mötərizə olanda nətər tapırıq? Xeyr, biri qapalı, biri aydın olanda çıxırıq. B'dən canı çıxırsan. O zaman 23'dən çıxarsan 17'sini elədin neçə dənə? 6 dənə. Ya bunu unutmuşsansa say yenə. Kiçik bərabər o demək ki 17'nin özünü alır. Burada o ədədlər hansı? 17, 18, 19, 20, 21, 22 neçə dənədir? 3, 6 dənə. Yəni ədədlər çox böyük deyil. Onların arasındakilərini saya bilərsən. Doğru cavabımız elədi hansı? C variantı. Nömrə 6'dan. Nömrə 6'da nə verir bizə? Deyir ki 40%, bizə verir ki 40%. 4,5 vuraq 1,3'də 2, üstə gələk 2,5 olan ifadənin qiymətinə bərabər olan ədədi tapın. Yəni 40% bu olan ədədi tapın. Faizinə görə ədədi tapanda neyini edirik? Faizinə görə ədədi tapanda ədədi faizə bölüb 100'ə vurmaq lazımdır. Şimdi biz burada ilk öncə ədədi tapmalıyıq.
Ədədi nətər tapıram? Birinci bunu hesablayıram. Əgər hesab əməllərində biz demişiksə, onluq kəsir qarışıq ədəd varsa, ya hamısını onluq kəsirə çevirsən, ya da ki hamısını qarışıq ədədə çevirsən. Qarışıq ədəd vurma bölmə varsa, düzgün olmayan kəsirə çevirmək lazımdır. Burada 1/3-2-ni çevirəlmirəm onluq kəsirə. Ona görə məcburam ki, hamısını nəyə çevirim? Düzgün olmayan kəsirə çevirəcəm. Eləcək nə? 4/5, 10/45 və yaxud da 2/9 deyil. 2/9. Vuraq. 1/3-2-ni düzgün olmayan kəsirə çevirir. Nə eləyəcəkdir? 3'dən 5. Bir də üstə gələk 2/5 bərabərdir. Bu 3 ilə bu ixtisar gedir 3 qalır. 3'ü 5'ə vur. 15 2'yə böl. 7/5. Üstə gələk 2/5. Elədi neçə? 10. İndi bu sənə deyir ki 40% 10 olan ədədi tap. Faizinə görə ədəd tapanda ədədi faizə bölüb nə eləməlisən? O zaman onu böləsən 40'a, vurasan 100'ə. Bu da eləcək neçə? 25. Deməli söhbət hansı ədəddən gedir? 25'ten gedir. Aydın oldu. Gəldi 67 nömrəli sual. 67 belə bir çevirəcək bizə. Deməli, bir dənə daxilə çəkilən buzaq buradan çəkir. Birində bu hissədən çəkir. Buranı verib 40 dərəcə. Buranı verib də alfa. Burada 10 nöqtəsi. Bizə deyir ki, şəkildə verilənə görə alfa buzağını tapın. Bundan asan, yəni çevriyə aid işini tapa bilmərsiniz. Ona görə ki, eyni qövsdə söykənən daxilə çəkilən bucaqlar nədir? Bərabərdir. Bura 40-dırsa, burada 40. Dostum, cavabımız nə oldu? Alfada 40 dərəcə elədir. Belə bir sual verir. Verir ki, 828'in kvadratı çıxay 72'nin kvadratı bölə 378. Deyir ki, ifadəsinin qiymətini hesablayın. Burada neynə? Müxtəsər mat tətbiq eləyir, ən asan versiyası. A kvadrat çıx B kvadrat nə idi? A minus B, A plus B. Sürət eləcək nə? 828 çıx 72. 828 üstə gələ 72. Bölə 378. Bərabərdir. 828'den 72 çıxanda nə eləyəcəkdir? 756 vur. 828 900. Yox, 828'den 70 tane 900. Bölək 378. Bundan bu ixtisar gedir 2 qalır. 2'ni 9'a vuranda nə eləyir? 1800. Doğru cavabımız elədi. 1800. Nəyəsə səhv elədim. Səbir olun. 2'ni 9'a vur 18 1800. C variantı 1800 değil, C variantı 10.000'di. Sizde başka variant. Bizde olmuyor. Ama bizde var. Bu sualın özüdür. Bəli. Bu sualın özüdür. 1800 var. 1800 var. Məndə olan testdə 1800 cavabı yoxdur. 180 var, 800 var. 828'den görə düzgün çıxdı. 828 72 çıxanda 6 12'den 7 5. Burada qalır neçə? 7. 756. 600 156 756 eləyir. Vuraq 828'den 7'dən 900. 378'den bunu ixtisar eləmiş 2800 cavabı. Bunun E variantı düşməyibdi. Məndə olanın. Ona görə 1800 cavabını görə bildim. Bana da tarsız da testi. Səbir ol. Yola pazar günü. Yaşlar, belə bir sual var. O söhbət kəsək. Ben 9 nömrəli sualda belə bir şey verim. Deyir ki, A13 bərabərdir. A13 bərabər 58. A28 bərabərdir. 28 olarsa silsilə fərqini tapın. Yəni silsilənin ən asan versiyasıdır. D'nin belə bir düsturu var. D bərabərdir. AN çıxar AK bölə N çıxar K. Bu şəxsən ki, N böyütür K olsun. O zaman bunu yerinə nə yazsan? A28 çıxar A13 bölə 28 çıxar 13. Bərabərdir. A28 neçədir? 58. Çıxaq 28. Bölə 28'den 12 çıxır. Eləcək 15. 58'den 28 çıxın 30. 15'e bölüm 2. Deməli silsilə fərqini neçəymiş? 28'den 30 çıxmaz. Çıxın da 28 çıx 13. Düz yazdım. Silsilə fərqi nə elədi? Silsilə fərqi 2 elədi. Aydın oldu. Aynı düz değil. Tersine yazmışsınız. A28 28'di. Yerlərini səhv yazdım. Düz sayın. A28 neçədir? A28 28'dir. A13 58 bölə 28 çıxaq 13. Bu deyir -30 bölək 15. Bu deyir neçə? -2.
yerlərini dəyişdirmişlər. 70-də belə bir sual verir. Deyir, sinifdə 24 şagird var. Bu şagirdlərin 2 növbətçini neçə müxtəlif üsulla seçmiyorlar? Biz kombinizon keçəndə nə demişdik? Növbətçi varsa, müdür müavin söhbəti yoxsa kombinizondur. Müdür müavin söhbəti varsa nədir? Aranjman, yəni permutasiya. İndi burada nə deyir? Deyir, sinifdə 24 şagirddən növbətçi neçə üsulla seçə bilərik? Kombinizon 24-dən 2. Bu da bərabərdir. 24 faktorial bölək. 22 faktorial vuraq, 2 faktorial. Sürət eləyəcək 23 vur 24 bölək 2. Bundan bu ixtisar gedir, 12 qalır. Bu da eləyir necə? 233 də 46 gəlir, 276. 276 üsulla seçə bilərik. Aydın oldu. 71 nömrəli sualda verib bizə nə? Deməli biz nəyi yadda saxlamalıyıq? Növbəti söhbəti varsa nə ilə həll edirik? Kombinizonla həll edirik. Müdür müavin söhbətində mümkün sayını... Ay sol, seçimdən seçim olursa. 71-də nə verib? Nömrə 71-də verib ki bizə, eni 40, uzunluğu qalan düzdanın perimetrini tapın. P bərabərdir 2 vuraq eni. Eni nə veribdir? 40. Üstə gələ uzunluğu K deyil. Və salam 2 vuraq 40 plus K. Cavab budur. Aydın oldu. Belə bir sual verib. 72-də. Deyir ki, mənfi 2x, kiçik bərabərdir 8. Bərabərsinin ən kiçik əlini tap. Mənfiyə bölündə işarə neyinirdi? O zaman x böyük bərabər nədən? Mənfi 4-dən. Ən kiçik əlini nədir? Mənfi 4-ün özüdür. Doğru cavab verildi B variantı. Trigonometriyadan indi saldıqları suala bax. Nömrə 73-də. Verib ki, sinus 60, çıxaq kosinus 30'u tapın. Nə eləyir bu? 0 eləyir və salam. Sinus 60 da 2'də 1'dir, kosinus 30 da 2'də 1'dir. Daha doğrusu sinus 60 köşk bölü 2'dir. Bu da köşk bölü 2'dir. Çıxanda nə eləyir? 0. Və yaxud da sinus 60 kosinus 30 deyil. Özündən özün çıxanda nə eləyəcək? 0 eləyəcək. Belə bir sual salır. Loqariman 81 əsasdan 8 bölək loqariman. Bu düşməyibdir. O sualda görünən bunu qaralayıblar üstündə veribdir o loqariman 81 əsasdan 8-də. Dokuz əsasdan deyilən. Loqariman 81 əsasdan 8 bölək loqariman 9 əsasdan 32 verir. Deyib bunu sadələşdir. O zaman nə edirəm? Uşaqlar, yazıram loqariman 81 3 üstü 4 deyil. 8 2'nin kubu değil. Böyle logarima 9 3'ün kvadrat değil. 32 de 2 üstü 5 değil. Beraberdir. Bu bölməni kəsr xətti ilə əməl edəcək. Bax 4'də 3 logarima deməli 3 əsasdan 2. Bölək 2'də 5 logarima 3 əsasdan 2 eləyir. 3 əsasdan 2'lər getdi. Yerdə nə qaldı? 4'də 3 bölək 2'də 5. Yəni vuraq 5'də 2 eləyir. Bundan da bu ixtisar gedir 2 qalır. Eləyir 10'da 3 və yaxud da 0,3. Vəssalam. Loqarimada yəni bundan asan heçini axtara bilmərsiniz. Belə bir sualımız var. Silə bilərəm bunu. Aydın oldu bu sual. Belə bir sual veribdi 75'dən. Verib ki 2 üstü x plus 3 çıxaq 6 vur 2 üstü 2 kiçikdir 3 üstü x plus 1 çıxaq 3 üstü x'dən. Burada nə edirəm? 2 üstü x'i buradan orta vuru kimi çıxardıram. 2 üstü x vuraq, 2'nin kubu çıxaq 6. Kiçikdir, buradan da 3 üstü x orta vuru kimi çıxarsam 3 üstü x vuraq, 3 çıxaq 1. Eləcə 2 üstü x vuraq, 8'dən 6 çıx 2. Kiçikdir, 3'dən 3 üstü x vuraq 2'dən. 2'lər gedir buradan. 2 üstü x kiçikdir 3 üstü x'dən. Ya şimdi bərabərsinin deyir ən kiçik tam həllini tap. Bu bərabərsinin ən kiçik həllini tapmaqdan ötərin bir dənə nə edeyim? X sıfırdan böyüyədə də olsa, bax, x sıfırdan böyüyədə də olsa, hər zaman 3 üstü x, 2 üstü x'dən nə olur? Böyük olur. Məsələn, x üstü 1, x'in yerine 1 qoysam, 2 üstü 1, 3 üstü 1'dən nə olur? Kiçik olur. 2 üstü 2, 3 üstü 2'dən nə olur? Kiçik olur. Bu x'in sıfırdan böyük hal. Gəl x'in sıfırdan kiçik halına baxaq ki. X sıfırdan kiçiyədir. Deyək ki, x 2'də 1'dir. X 2'də 1 olsa, 2 üstü 2'də 1, 3 üstü 2'də 1.
hansı böyük olur? 2 üstü 2. Gəlin baxaq. 2 üstü 2-də 1 kök altından 2 deməkdir. Əslində bir şey deyim sizə. Burada səhvlik elədim. Nə? X sıfırdan kiçik olsa mənfi ədəd olmalıdır. Mən x-in sıfırdan 1 aralığındakı qiymətini götürürəm. X sıfırdan böyükdür, birdən də kiçikdir. Şimdi qulaq as. X sıfırdan böyük, birdən kiçik olsa, 2-də 1 götürsən. 2 üstü 2-də 1 kök altda 2 deməkdir. 3 üstü 2-də 1 isə nə deməkdir? Kök altda 3 demək. Yenə kök 3 bundan nə oldu? Böyük oldu. Deməli, x sıfırdan böyük olsa, həmişə bu böyükdür. Yəni x böyükdür sıfırdan. İndi gəlin x-in mənfi halına baxaq. X sıfırdan kiçik ədəd olsa, mənfi olsa. Deyək ki, x-imiz mənfi 2-dir. X mənfi 2 olsa, 2 üstü mənfi 2 eləyər 4-də 1, 3 üstü mənfi 2 eləyər nə? 9-da 1. Hansı böyükdür bunun? 4-də 1. Deməli, ödəmir bərabərsizlik. Bizim bərabərsizliyin həll hansı aralıqdır? X-in sıfırdan böyük qiymətlərində O ödəmir. da 1. X-in sıfırdan böyük, ən kiçik tam əllansıdır? 1. Aydın oldu. Sonra gəldik 76-ya. Bunu silə bilərəm. Bəli. Nə verir? Konusun doğranı, söhbət konusundan gedir. Bu bizim konusumuz olsun. Deyək ki, konusun doğranı 10 kök 3. Konusun doğranını yazdıq 10 kök 3. Oturacaq müstəvisil 30 dərəcə bucağı. Deməli, bax bu bucağı neçədir? 30 dərəcə. Konusun oturacağın radiusunu tapın. Konusun oturacağın radiusunu tapmaqdan ötəri. Buradan bura bir hündürlüyü indirirsən. 30 dərəcə burada qarşısına çıxart eşit betonun yarısı. Bura 5 kök 3 eləyir. Bura 30 ise bura ne eləyir? 60 dərəcə. Düz cali bıçağa görə. O zaman 60'ın qarşısındakı katet. Digər katetin kök 3 mislidir. Bura 15 elədi. Və sonra deməli konusun oturacağın radiusu nə elədi? 15. Aydın oldu. Deyir ki o 77'den. Deyir ki AB 2 rəqəmli ədəd üçün. Kök altda AB üstü xətli. Natural ədəd olarsa, belə AB ədədlər arasında təsadüfən seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalı çalınır. İndi bu nə demək istəyir? Tam kvadrat olan 2 rəqəmli ədədlər. Tam kvadrat olan 2 rəqəmli ədədlər hansıdır? 16, 25, 36, 49, 64, 81, ayrısı yoxdur ki. Neçə dənə ədəd var? 2, 4, 6 dənə. 6 dənə ədəd var. Bunun neçəsi təhti, neçəsi cütdür? 1, 2, 3'ü təhti. 3'ü də nədir? 3'ü də cütdür. Şimdi bu sənə nə verir? Deyir ki, seçilmiş bir ədədin tək ədəd olması hadisəsi. Bir ədədin tək ədəd olması hadisəsi o zaman nə olacaq? 6 dənədən neçəsi təkdir? 3'ü. 6 dənə 3'ü təkdir. Bu da eləcək nə? 2'də 1'i təkdir. Aydın oldu. Sual olan var bundan bağlı. Yəni ehtimalda da bundan asan nəsə alsınlar ki? Yəni ən asan primitiv şey salsın. Sonra belə bir sual var 78'də. Nömrə 78'də deyir ki, x bərabərdir mənfi 0,4 olduqda 10x'in kvadratı çıxaq 5 modul x üstə gələk 3 ifadəsinin qiymətini tapın. X'in yerinə də mənfi 0,4 qoyun hesabını. Eləcək nə? 10x'in kvadratı çıxaq 5 vuraq 0,4 üstə gələk 3. Bu ikisinin də qiymətini yazmalıdır. 0,4'ün kvadratı nə eləyir? 10 vuraq 0,16. Bu da eləcək nə? Onu 116'ya vur. 1,6 çıxaq 5 0,4'ə vur. 2 üstə gələk 3. 1,6'dan 2 çıx. Mənfi 0,4 eləyir. Üstə 3'ə 2,6. Cavabımız elədi 2,6. Yəni normal primitiv hesablama sualıdır. Bundan asan nəsə fikirləşə bilərsiniz. İndi dayandır onu yapın.